bu xanımın verən, səsini səs rejissoru örnek efirə verə verən, bilərsən eşidə. bu xanım səni çox sevirəm, səni üçün ölüyorum. Kimləsə sözüm düz gəlməyəndə polisə müraciət edirəm. 102-yə nə qədər nömrələrim var. Lütfen. Hayır, señorita, hayır. Salam dostlar. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Mövzuya keçməmişdən öncə deyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Koreyadan avtomobil, Çindən avtomobil, inşaat malları, tibbi məhsullar, kran, ekskavator nə istəsə sizin üçün oradakı fabriklərdən, zavodlardan alıb sizə göndərə bilərik. Özü də ucuz qiymətə. Azərbaycanla yanaşı Rusiyaya da çatdırılma eləyirik. Təbii ki, ən çox müştərilərimiz Rusiyada yaşayan soydaşlarımızdır. Bugün sizə Xoşqədəmin doğma bacısını göstərəcəm. Səni çox sevirəm, səni üçün ölüyorum. Sənsiz yaşayamam. Xoşqədəm həmişə onu bunu efirə çıxarırdı. Artıq keçib öz bacısını efirə çıxarır ki, qəşəng reyting gəlsin. Dedim siz Doğuş bəylə ailə qurmusunuz. Niyə mən Murad bəylə ailə qurmayım? Özü Türkiyə vətəndaşı Doğuşa ərə getdi, bəxti gətirdi. Bacısı da ona baxıb bir Türkiyə vətəndaşına ərə getdi, amma bəxti gətirmədi. Heç kim yoldaşından boşanmasın. Sadəcə olaraq sənə bir çörək verirsə, boşanmayın. Xoşqədəmi Azərbaycanda demək olar ki, tanımayan yoxdur. Amma tanınmaq o demək deyil ki, çox sevilir. Bəzən bunlar iddia edirlər ki, bütün xalq tərəfindən sevilirlər. Amma elə bir şey yoxdur. Xalqın hamısı televiziya qarşısında əyləşib saatlarla Xoşqədəm izləmirlər. Adətən bu tip verilişləri izləyənlərin əksəriyyəti əyalətlərdən olan orta yaşlı və yaşlı qadınlar olur. Onlar da saflıqlarından dolayı Xoşqədəmə simpatiya bəsləyirlər. Lütfen. Hayır, señorita, hayır. Bir şey də deyim ki, bunların reytingləri şişirdilmişdir. Avam sponsorlar da bu şişirtmə reytinqə aldanıb bir xeyli maya buraxırlar. Nəticədə bu verilişlərin ömrü daha da uzanır. Niyə avam sponsor dedim? Çünki bizdə bir çox şirkət sahibləri və ya onların marketinq müdirləri, onların IQ səviyyələri aşağıdır, zövqləri bərbaddır, intellektual düşünə bilmirlər. Əgər ağıllı başda olsaydılar, əsl iş adamı olsaydılar, araşdırardılar və anlayardılar ki, Xoşqədəm tipli verilişlərə tökülən pulların 10%-ni sosial şəbəkələrdə xərcləsəydilər, istədiyi yaş kateqoriyalarını seçib o insanlara çata bilsəydilər, 90% qənaət eləyərdilər. Onsuz da indiki dövrdə yaşlı, qoca demək olar ki, hər kəs internetdən istifadə eləyir. Həm də siz efirlərdə gedən bu bayağı şoulara maya buraxmaqla nəinki xalqı, həmçinin öz uşaqlarınızın da gələcəyini bərbad eləyirsiniz. Çünki media vasitəsilə bir xalqı məhv eləmək çox asandır. İnsanlar təkcə qidalardan məhv olmur. Bu xanımın səsini səs rejissoru Örnek efirə verə verən, bilərsən eşidə. Bu xanım Xoşqədəmə biri demir ki, bu qədər pul qazanırsan, niyə bacını bu halda efirə çıxarırsan? Bir dişini düzəltdir, yəni nəysə bir əlgəzdir. Dərdim olanda gedim bir 5 dəqiqə bir polis yeri tapıram, oyla dərdləşirəm. Deyirlər 102-yə zəng edirəm, məsələn bir problem olanda kömək eləyirlər. Kimləsə sözüm düz gəlməyəndə polisə müraciət edirəm. 102-yə nə qədər nömrələrim var. Niyə indiyə qədər polis idarələrində dərdini danışan bacını efirdə yada salmırdı? İndi yadıma düşdü bacının, neysə reytingi yəqin aşağı düşüb. İnsan başqalarının ailələrini efirə çıxarıb müzakirə etməmişdən öncə gərək öz ailəsinə birinci qayğı göstərsin, sonra başqalarına ağıl versin. Bəlkə də Xoşqədəm pis insan deyil, amma pis insan deyilsə bu o demək deyil ki, elədiyi hər şeyə haqq qazandırmalıyıq. Nə qədər ki, Xoşqədəmlər, zaurlar, elgizlər və digərləri efirlərdə at oynadırsa, biz xalq olaraq çox qabağa gedə bilməyəcəyik. Zamanında bir film çəkmək üçün bir şirkətə təklif göndərmişdik, görüşmüşdük sonra şirkətin sahibi ilə ki, bizim filmə sponsorluq eləsin. Çox da yaxşı film idi, bayağı bir şey deyildi. Şirkət rəhbəri ssenaridən, mövzudan xəbəri olmadan demişdi ki, biz Azərbaycan mühitində heç bir şeyə pul buraxmırıq. Çünki hamısı bayağıdır. Bir neçə il keçəndən sonra həmin şirkətin Zaurun Xoşqədəmin efirinə sponsorluq elədiyini görmüşdüm. O an fikirləşdim ki, o sahibkar həmin o adam bu ağılla necə şirkət qura bilib? Ən əsası da səviyyədən zaddan danışan şirkət ən iyrənc, ən bayağı şoulara sponsorluq eləyir. Çünki özü də onlara layiqdir. Sonda isə onu demək istəyirəm ki,
Xoşqədəmə və bacısına efirlərdə uğurlar arzulayıram. Doğma bacı olmasalar da çox bənzəyirlər. Bundan sonra o tip aparıcılar harda düşük adamları efirə çıxartsalar, onları bacı qardaş eləyəcəm. Deyin bilsinlər. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.